Salamlar. Bildiyimiz kimi 18 iyun 2026-cı il tarixində biologiya fənni üzrə sertifikasiya imtahanı keçirilmişdir. Və bu sertifikasiya imtahanında müəllimlər ilk dəfə olaraq iştirak edirdilər. Bundan öncəki sertifikasiya imtahanı ilə müqayisə etdiyimiz zaman suallar daha çətin idimi? Bəli, daha çətin idi. Və mənim qrupumda olan müəllimlərlə biz o sualları yığmağa çalışdıq. 50 sualı tamamlamışıq, amma nə qədəri doğrudur, nə qədəri onların yadında qaldığı qədər mənə çatdırdıqları üçün, nə qədəri xətalıdır, onu indi izlədiyiniz zaman imtahanda iştirak edənlər daha yaxşı şəkildə fikir bildirə bilərlər. Biz o sualları yığdıq. Sualların yığılmasında qrupumun müdavimləri iştirak etdilər. Hər birinin dəstəyi oldu. Xüsusən ikisinin adını vurğulamaq istəyirəm. Həlimə müəllimə ilə Elnarə müəllimə gecə mənimlə oyaq qalaraq bu sualları yığmağa çalışdıq. Dediyim kimi, mən özüm imtahanda iştirak etmədiyimə görə müəllimlərin mənə çatdırdığı qədəri ilə tərtib etmişəm. Və müəllimlərimiz də o stres halında nə qədər olursa olsun, nə qədər sən yaxşı bilirsənsə bil, imtahan deyə bir stres var. Yəni imtahanın adı ağırdır. Yəni orada yaşanan streslə bağlı nə qədər yadlarında qalıblarsa, onları mənə deyiblər, əlavələri etmişəm. O şəkildə tərtib etmişik. Və bu videonu izləyəcəyiniz zaman sizin yadınızda qalan sualın tərtibatı olsun, cavab variantları olsun, hansında xətalı bir şey qurmuşuqsa, hansını dəyişdirmə imkanımız varsa, o şəkildə rəylərdə yazın və dəyişilmiş variantda Instagramda paylaşım edin və sizlər də yararlanın, həmin suallar yəni əlimizdə olsun. Dediyim kimi, sualları çalışmışıq maksimum. 50 sualı yığmağına yığmışam, amma dediyim kimi, nə qədəri hansı formada yığmışıq, indi onu birlikdə hər halda ki görərik. Başlayaq sualların izahına. Dediyim kimi, variantlar fərqlidir. Təbii ki, biz orada birə-bir sualları götürmədiyimizə görə sualın şərtində azca bir fərqlilik ola bilər. Əsas məntiqi saxlayaraq sualları tərtib etməyə çalışmışam. Yenə də fikriniz olarsa, hansı ki variantlarla əlaqədar sualın şərtində hər hansı bir düzəliş etmə şansınız varsa, rəylərə yazacaqsınız, onlar diqqətə alınacaq. Bir də deyilir, şimpanzenin döş qəfəsinə aid sümüklərdən neçəsi onurğa beyninin qorunmasında iştirak edir? Onurğa beyninin qorunmasında iştirak edirsə, deməli, burada bizə şimpanzenin döş qəfəsində olan fəqərələrin sayı lazımdır. Və biz də bilirdik ki, bir dənə orada, yəni müasir, insana bənzər meymunlar içərisində oranqutan idi ki, bizimlə bərabər idi döş qəfəsində olan sümük sayı. Digərlərinin hamısında isə 40 idi. 40-ın olmasına nə deməkdir? 13 nə var? Fəqərə var. Hansı ki, döş fəqərəsi var. Ona görə də cavab burada elə 13 olaraq cavablandırılmalı idi. 2. X və Y canlısına aid əlamətləri seçin. Dedilər ki, bu kitabın birə-bir şəkli istifadə olunub. Ona görə o kitabın şəklindən istifadə etdik. Hippondursa parapiteklər hippona hod sözü ilə yadda saxlamışdıq. Diriopitekə, bir də orangutana başlanğıc veriblər. Diriopitekdə qaş sözü ilə yadda saxlamışdıq. Gorilla, şimpanze və avstralopitekə başlanğıc verib. Nə deyir? X və Y canlısına aid olan əlamətləri seçin. Gəlin seçək. Kəllənin hamar olması, bu hamar olma bu hipponun əlamətidir. 12 cüt qabırğa, bəli bu deməli, X-i bura yazım, orangutana aiddir. Ətrafların ölçüsü kəllənin quruluşu şimpanzeyə aiddir, burada deyil. Ümumi bədən nisbətləri isə gorillaya aiddir. Burada da deməli 2x 5də y olaraq cavablanacaq. Sonra 3. İnsan skeletinin hansı şöbəsində 3 növ sümüyə rast gəlinir? Əslində biz bunu dəfələrlə qeyd etmişdik ki, 4 növ və 3 növ. 4 növ desəydi, yuxarı ətraf skeleti olardı. Çünki yuxarı ətraf skeletində həm borulu, uzun borulu, həm qısa sümüklər, həm yastı, həm də qarışıq sümüyə rast gəlinir. Amma aşağı ətrafda qarışıq sümük yoxdur. Çanaq var, yastıdır, uzun borulu və qısa sümüklərə rast gəlinir. Aşağı ətraf, yuxarı ətraf deyəndə artıq bu bir neçə ildir testlərdə istifadə olunur da. Yəni burada çaşmamalısınız. Sərbəst ətraf və yaxud da ki, qurşaq hissə demədən verirsə, deməli ki, ikisini də bərabər şəkildə götürməli idiniz. Burada da aşağı ətraf skeleti olacaqdır.
Sonra X canlısı ilə bağlı yanlış fikri müəyyən edin. Buna baxaq. Bunu özümdən uydurdum. Mənə ikisini dedilər ki, birə-bir eyni olub, amma burada da üçüncü bir şey də var idi. Onu da özümüzdən uydurduq. Qeyri-cinsi nəsil üstünlük təşkil edir. Gametofit nəsil sərbəst yaşayır və ikiqat mayalanma da baş vermirsə, söhbət qıcılardan gedir. X canlısı burada anlayışın çıxarılması ilə bağlı bir sxem verilmişdi, deyildi. O şəkildə tərtib etdim. X canlısı ilə bağlı yanlış fikri müəyyən edin. Mayalanma su mühitində baş verirmi? Bəli, verir. Sporundan protoniyama əmələ gəlirmi? Bu xətalıdır, yanlışdır. Çünki protoniyama kimin ilk cücərtisidir? Mamırın ilk cücərtisidir. Qıcının ilk cücərtisi isə protaldır. Kök gövdə yarpağa malikdir? Bəli, qıcı malikdir. İlk cücərtisində rizoidlərə rast gəlinir. Protalda rizoid var, doğrudur. Sporları sporangidə toplanır. Bu da bir doğru fikirdir. 5. Şəkildə göstərilən bitki çarpaz tozlandırılarsa, şəkildə buğda bitkisi verilmişdir. Öz-özünə tozlanan bir bitkidir. Amma çarpaz tozlandırılarsa, işarələnmiş strukturlardan hansıların hüceyrələri ana bitkinin yarpaq hüceyrələri ilə müqayisədə fərqli genotipə malik olacaq. Burada qabıq, endosperm və rüşeym göstərilmişdir və biz də bilirik ki, endospermin əmələ gəlməsində anadan mərkəzi hüceyrə, atadan isə spermi birləşir və burada da ayrı-ayrı bitki ilə tozlandırılıb da, yəni öz-özünə tozlama aparılmamışdır. Çarpaz bir tozlama aparılmışdır. Ona görə burada cavab endosperm ilə rüşeym olmalı idi. Rüşeymin əmələ gəlməsə yumurta hüceyrə və spermin iştirakı ilə getdiyini bilirsiniz. Amma ümumiyyətlə rüşeymin hissələrinin hər hansı birini də verə bilərdi. Endosperm və rüşeym daxil olmaqla, yəni bunlar ana, ata hər iki bitki xüsusiyyətlərini daşıyır. Yerdə qalan nə varsa, meyvəyə, toxuma aid hamısı ana bitki xüsusiyyətlərini daşıyır. Yəni qabıq ana bitki xüsusiyyətlərini daşıyacaq. Ona görə də yalnız Y və Z olaraq cavablamalı idiniz. Hardy-Weinberg çox sadə tipli düşmüşdür. Populyasiyada Q allelinin rast gəlmə tezliyi 0,4-dür. Populyasiyanın Hardy-Weinberg tarazlığında olduğunu qəbul edilərsə, heterozigot fərdin faizini hesablayın. Yəni Q, mən dərsdə bunu elə A-larla işarə edirəm. Yəni fərqi yoxdur da, dominant resessiv gen lazımdır bizə. Deyək ki, Q ilə işarə edək, 0,4-dürsə, P-nin dominantın rast gəlmə tezliyi nə qədər olacaq? 0,6. Daha sonra nə dedi? Dedi ki, heterozigot fərdlərin faizini, populyasiyada olan heterozigot fərdlərin faizini hesablayın. Deməli, burada heterozigotlar, baxın biz monohibrid çarpazlaşma ilə gedirik. Heterozigotlar bu deməkdir. Yəni 2 dənə olur. İndi PQ yazın, fərq etməz. Deməli, 2-ni vuracaqsa 0,4-ə, onu da vuracaqsa 0,6-ya, bu da edəcəkdir 0,48. Bunu da 100-ə vurduğumuz zaman 48% cavabını almış oluruq. Sonra 7. Öküz soliterini yetkin fərdi üçün doğru fikri müəyyən edin. Öküz soliteri deyir və yetkin fərd deyir. Buna diqqət etmək lazımdır. İnkişafı zamanı əsas sahibin böyük qan dövranında rast gəlinir. Ümumiyyətlə, öküz soliteri nə böyük, nə də kiçik qan dövranında olmur. Bununla bərabər uşaq biz quyruğu üçün də biz bunu deyirdik. Çünki bunlar yalnız bağırsaqda olurlar, qana keçmirlər. Çoxlu yumurtalığa malikdir. Bəli, bu doğru cavabdır. Çünki 2 paylı bir yumurtalıq bir buğumda varsa və buğumların sayı çoxdursa, deməli ki, yumurtalığın sayı da çox olacaq. Hətta müəllimlərimiz təsdiq etdi ki, bu iki variantın ikisi də var idi. İki variantın ikisi də var idisə, bir-birini inkar edən variantlardır. O zaman 3 variant digərlərini zaten oxumağa gərək yox imiş. Ya bir yumurtalığa malik olacaqmış, ya da çoxlu yumurtalığa malik olacaqmış ki, burada hər buğumda 2 paylı bir yumurtalıq olacağına görə deməli ki, çoxlu yumurtalığa malik idi. Qarmaqcıqlara malikdə 6 qarmaqlı sürfəsi var, amma sürfə yetkin fərd deyil. Yetkin fərdi qaramalda fasilyoz xəstəliyini törədir, qaramalda finnozu törədir. Fasilyozu kim törədirdi? Qaraciyər sorucusu. Burada dediyim kimi, bu variantların bəzilərini müəllimlər tutaq mənə 2-3 variant deyiblər, digərlərini özümdən ona uyğunlaşdırmışam ki, məntiqi qorumaqla testi tərtib edə bilək. Sonra bu şəkil dedilər ki, dərslik kitabında olan şəklin birə-bir eynisi olub. Orada da dedilər, biraz çətinlik çəkdik şəkildə, amma yenə də ara beynin üst-alt artımı olaraq epifizlə hipofizi ayıra bilərdilər. Çünki ara beynin üst-altımı üstə yerləşən epifiz olacaqdır, altda yerləşən isə hipofiz olacaq. Şəkildə nömrələrlə işarələnmiş daxili sekresiya vəzləri ilə bağlı verilmiş fikirlərdən doğru olanı seçin. Gəlin baxaq, doğrularımız hansılardır. A-da deyilir, 2 nömrə ilə işarələnmiş vəzinin
hipofunksiyası zamanı vaxtından əvvəl cinsi inkişaf baş verir. Deməli, 2 nömrəli ilə epifiz işarələnib, düzdür. Epifiz vəznin funksiyası nə idi? Vaxtından əvvəl cinsiyyətçənliyin qarşısını almaq. İndi vəznin funksiyası zəifləyib, yəni hipodur. Elə bir başı-başına buraxıb ki, nə istəyirsən et də. Ona görə də vaxtından əvvəl cinsiyyətçənliyi baş verəcək. Yəni A doğrudur. Sonra B-də deyilir. Bir nömrə ilə işarələnmiş o vəznin, yəni orada birlə hipofizi mən elə işarə etmişəm. Hiperfunksiyası, yəni çoxluq olarsa, boy artımının ləngiməsi, xeyr, əksinə boyun kiçik olması baş verəcəkdir. C-də 6 nömrə ilə işarələnmiş vəznin xarici, bu abituriyentlərin sualında istifadə olunmuşdur. Bu da orada birə-bir deyil, bunu özüm yazmışam. Amma məntiq bu şəkildədir də, çünki dediyim kimi bir neçə variant deyiblər, digərlərində uydurmuşuq. C-də deyilir, 6 nömrə ilə işarələnmiş vəznin xarici sekresiya funksiyasının pozulması şəkərli diabet xəstəliyinə səbəb olur. Şəkərli diabet daxili sekretor funksiyasının pozulması ilə əlaqədar yaranan bir xəstəlikdir. Xarici sekretor funksiyasının pozulması isə o nə idi? O pankreatit idi, onu unutmursunuz. Deməli, C də doğru deyildir. D, 4 nömrə ilə işarələnmiş vəzi, 4 nömrə ilə hansı vəzidir? Qalxana bənzər ətraf vəzi, parat hormonu, kalsium və qanda fosfor mübadiləsini tənzimləyirmi? Bəli, bildiyim qədərlə bu olub amma. H-da deyilir 5 nömrə ilə işarələnmiş vəzi uşaqlarda cinsiyyət vəzlərinin vaxtından əvvəl inkişafının qarşısını alır. 5-lə timus işarələnmişdir. Bu funksiya həm epifizdə var, həm də timusda var. Deməli, H da doğrudur. Y-də deyilir 7 nömrə ilə işarələnmiş vəznin hormonlarının çox ifrazı sinir sisteminin həssaslığının artmasına səbəb olur. Qalxana bənzər vəziyyə olan əlamətdir. ADH, yəni B variantı burada doğru olacaqdır. 9-a baxaq, bitkilərin inkişaf tarixi ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Sap şəkilli yosunlar proterozoy erasında yaranıblar, bu doğrudur. Sonuncu vegetativ orqan silur dövründə əmələ gəlmişdir, bunu özümdən yazmışam. Bu da doğru bir fikirdir, çünki sonuncu vegetativ orqan kökdür və kökdə silur dövründə əlavə və yan köklər planlarda yaranmışdır. Daha sonra devonda var olan vegetativ orqan, yəni kökün başqa bir forması əsas kök yaranmışdır. Bu yeni bir vegetativ orqan yaranmışdır demək deyil. Daş kömür meşələri Perm dövründə yaranmışdır, xeyr, məhv olmuşdur, olmalı idi. Ona görə yanlışdır. Çünki daş kömür meşələri adı üstündə daş kömür dövründə yaranır, Permdə isə məhv olurlar. Sonra bitkilərdə mayalanma su mühitindən asılılığı devon dövründə aradan qaldırılmışdır. İlk çılpaq toxumların əmələ gəlməsi ilə əlaqədar olaraq bunlar da özümüzdən uydurulmuşdur. Çılpaq toxumların geniş yayılması Yura dövründə baş vermişdir. Bu da doğrudur. Sonra belə bir sual olub, bu da maraqlı bir sual olub. Deməli, otdur, çəyirtkədir, qurbağadır, ilandır, kirpidir. Belə bir qida zənciri qurulmuşdur və daha sonra deyir ki, produsentin üzərinə düşən enerji 2.200.000 kilojouldur. Təbii ki, biz öncə bunun 1%-ni tapmalıyıq. Daha doğrusu 1%-ni mənimsəyib də 100%-dir bu və onun 1%-i tapılmalıdır 100-ə bölməklə. Demək 2 0 atırıq. O zaman otun üzərinə düşən nə qədər olub? Deməli 2 0-a atdıq 22.000. Burada olub 22.000. Və əsas məsələ, verilən qida zəncirində minimum enerji itkisini nəzərə alaraq, minimum enerji itkisi nə qədərdir? 80%-i itib deməkdir. 20% ilə keçid olub. Keçidimiz maksimum imiş. Hansı canlının bədəninə keçən enerjilərin fərqi, yəni o keçidlər arasında hansı fərq 8 qram zülalın parçalanmasından alınan enerjiyə bərabərdir? Deməli, burada məsələ odur ki, 8-i vururuq 17,6-ya, orada 140,8 alacaqdıq. 8-i vurduq 17,6-ya. 140,8-ini də almağa çalışacağım. Burada da keçidlər 20 olduğu üçün 1, 2, 3, 4 dəfə 5-ə böləcəksiniz. Nəyə görə? Çünki 22.000 deyir də, 22.000 100%-dirsə, bunun 20%-i keçib. Deməli, hər dəfə bunu bu şəkildə yazmamaq üçün, belə deyək də, 20% 100-ün 5də biridir də, düzdür, 5-ə bölə-bölə gedərsiniz. Qısacası 22.000 bölünsün 5, hələ də qızlar suallarla yazırlar, artıq da gecikdik, mən izah edirəm. Bu olacaq 4400, onu da 5-ə bölürük, 880
Onu da böldük 5-ə, 176. Təbii ki, bunların hər birini çıxmağa ehtiyac yox idi da. Mən 140,8-ə almalıyam. 4400-dən 880-ə çıxıb bunu ala bilmərəm ki. Ona görə diqqət edirik ki, hansını çıxa bilək. 176-nı da bölürük 5-ə, o da edir 35 tam, deməli, onda 2. Qısacası 176-dan çıxacaqsınız 35 tam onda 2, tam ona tam 140 tam onda 8-i almış oluruq. Deməli, ilandan kirpiyə, yəni burada hansı ki enerjilərin fərqi 140,8 kilojol olmuşdur. Hansısa şəkli xətalı yerləşdirmişik, yazıblar ki, o şəkil yoxdur. 8 qram sualın parçalanmasına alınan enerjiyə bərabərdir. İlan və kirpi olacaq, Y variantı olacaq. 11. Şibiyyət tallomunda fotosintez prosesi harada baş verə bilər? Şibiyyət tallomu bilirik ki, bir tallomun əmələ gəlməsi üçün mütləq şəkildə göbələyə ehtiyac var ki, göbələkdə zaten fotosintez prosesi getmir. İkinci bir canlı isə fotosintez edən bir canlı olmalıdır. Yəni, ya bu olmalıdır siyanobakteriya, ya da olmalıdır yosun. Əgər siyanobakteriya olarsa, fotosintez edici membran götürərik. Fotosintez harada baş verir? Yox, əgər siyanobakteriya deyil də yosun olarsa, onda da xromatofor götürərik. Yəni, xloroplast, xromoplast, bunlar yoxdur da. Ona görə cavab olacaq nə? 3 və 4. 12. Bağırsaqdan sorulmuş amin turşuları bağırsaq venasını keçdikdən sonra ilk olaraq harada görüşə bilər? Bu sualda da bəzilər dedi ki, ürəyin hansı hissəsində görüşə bilər? Yəni, tam toparlaya bilmədim sualı, bu şəkildə yazdıq. Belə bir sual Instagramda keçən il mən paylaşmışdım. Tam belə deyildi də. Orada nə idi? Deyirdi ki, A və bağırsaqdan sovrulmuş A və B vitaminləri biri yağda həll olandı, biri suda həll olandı. İlk olaraq harada görüşəcəklər? O da cavab olaraq sağ qulaqcıq verilmişdi. Yəni, o mənim sualım idi, sağ qulaqcıq olaraq verilmişdi. Çünki onlar biri limfa ilə gedir, biri də ki, aşağı boş vena ilə gedir, amma sonucda sağ qulaqcıqda görüşəcəklər. Burada da amin turşular bağırsaq venasından keçdikdə, elə aşağı boş venada zaten görüşürlər. Amma aşağı boş vena deyə bir cavab olmadığı üçün biz burada sağ qulaqcıq götürürük və ürəyin hissələri yazıb mı, yazmayıb mı? Onu artıq sizlər də baxdığınız zaman deyərsiniz. 13. Su ekosisteminə normadan artıq azot və fosfor birləşmələri daxil olarsa, bu vəziyyət dibdə yaşayan balıqlara ilk olaraq sözsüz ki, təbii ki, onların məhv olmasına da gətirib çıxaracaq. Amma ilk olaraq oksigen çatışmamazlığı baş verər. Bizdə bu iki variantın ayrı olduğunu dedilər, ona görə də ayrı-ayrı yazdıq. Yəni, oksigen çatışmamazlığı baş verə və kütləvi məhv olma olar, bir variantda mı olub, ayrı-ayrı mı olub, onu dəqiq bilmirəm. Dedilər, bizdəkilər ayrı olub variantlar. 14. Bunu çözə bilmədim. Çünki nəysə, çözə bildiyimiz qədər yazdıq. A quraqlığa davamlı canlısının geni B quraqlığa davamsız canlısına köçürülmüşdür. A canlısının DNT-sinin bir hissəsi köçürülmüşdür. Bəli, DNT tamamilə köçürülməyib ki, gen köçürülübsə, deməli ki, DNT-nin bir hissəsi köçürülmüşdür. Bu doğrudur. Köçürülən gen dəyişikliyə uğrayar. Yəni, biz genin içərisində nukleotidi dəyişdirmədik. Orada nukleotiddə bir müdaxilə etmədik ki, geni dəyişdirək. Yəni, bir mutasiyanın gen içərisində aparılmış bir şey yoxdur orada. Deməli ki, sadəcə geni götürüb başqasına köçürmüşsə, bu o deməkdir ki, nə baş verib? Gen dəyişikliyə uğramamışdır. B canlısında əgər B quraqlığa davamsız canlı idisə, gen köçürüldükdən sonra bəli, yeni əlamət meydana çıxacaqdır. Və 1 və 3 burada bizim üçün doğru variantlarımızdır. 15. Bu sual əslində çox xoşuma gəldi. Cədvəldə verilən məlumatlara əsasən doğru ifadəni müəyyən edin. Düşünürəm ki, birə-bir sualdır. May böcəyi bir dənə fərddir. Və ürəkdən çıxan arteriya damarlar da zaten bir dənədir. O kamera sayına bağlı deyil, çünki yuxarıdan bir dənə arteriya damarı çıxır. Ətrafların hissələri 6 ətrafı var. Hər ətrafda da 5 dənə hissə var da. Çanaq, burma, bud, baldır, pəncə. Deməli, 5 vurulsun 6, bunu 30 olaraq tapacaqdınız. May böcəyi üçün stigma sayı, düsturumuz nə idi? 2n plus 2. Deməli, qarıncı buğumlarının sayı n-dirsə, 2-yə vururuq. 16, 2 də toplayacaqsınız, edəcək 18. Deməli, düz dedim də. Tamam. Sonra nə deyir? İndi burada B ən böyüdür. B böyükdür C 18-dən. C də A-dan böyükdür, amma A-la D isə bərabərdir. Bu sual belə idisə, çox qəşəng sual idi. Sonra bu sual da çox maraqlı idi. Əslində, maraqlı suallar var içlərində təbii ki. 10 tənəffüs hərəkəti həyata keçirən quşda oksigenlə zəngin qan ön hava kisələrinə neçə dəfə keçər?
Ön hava kisələrində axı oksigenlə zəngin olan qan yoxdur axı. O arxa hava kisələrindədir. Ön hava kisələrində işlənmiş hava olur. Təbii ki, burada 0 dəfə olacaq. Yəni ümumiyyətlə keçməyəcəkdir. Çünki ora oksigen keçmir axı, oksigeni görmür ön hava kisələri. Bu da rahat suallar içərisində idi. Xromosomun 180 dərəcə çevrilməsi aşağıdakılardan hansına səbəb ola bilər? Dərslikdə birə-birdir, leykoza səbəb olacaqdır. 18 verilənlərdən hansının fəaliyyətinin artması stoplazmada sərbəst amin turşularının artmasına səbəb olar. Baxın, burada diqqətli olmalı idiniz nəyə görə? Çünki bir var desə ki, hansının fəaliyyətinin artması amin turşuların azalmasına səbəb olub, o ribosom deyərdik. Çünki ribosom başlayıb sürətli şəkildə zolal sintez etməyə və var olan amin turşularından istifadə edib onların miqdarını azaldıb. Amma burada elə demir axı. Burada deyir ki, əksinə amin turşuların miqdarı artıb. Onda lizosom parçalayıb da, zolal parçalayıb o amin turşuların miqdarını artırıb deməkdir. 19. Aşağıdakılardan hansı oksidləşmə reduksiya prosesidir? Bu da yenə birə-bir rahat sualdır. Maddələrin kimyəvi çevrilməsi. Çünki 5 funksiyası var. Növbəti sertifikasiyada 19-unda da 5 funksiyası soruşulub, say olaraq soruşulub. Qatılaşdırma, qaz yaratma, biokimyəvi, oksidləşmə reduksiya və energetik funksiyaları görürük. 20. Qurbağanın onurğa sütununda fəqərə sayını n ilə işarə etsək. Qurbağanın onurğa sütununda fəqərə nə qədərdir? 9. Sümük nə qədərdir onurğa sütununda? 10. O zaman onurğa sütununda sümüklərin sayı soruşulub, n+1 düsturundan istifadə edərək cavablandırmış olacaqdınız. 21. Qapanmayan halqa şəkilli xromatofora malik olan bitkinin söhbət Lotrix yosunundan gedir. Qamçısız sporlarına başlanğıc verən hüceyrə, yəni söhbət ziqotdan gedir. Ontogenizi hansı proseslə başlayır? Mayalanma baş verməlidir ki, ziqot yaransın, düzümü? Deməli, mayalanma ilə başlayır. Nə ilə başa çatır? Yəni, ontogeniz hüceyrədə nə idi? Bölünmənin baş verməsi ilə həyatı bitirdi də artıq. Ziqotun həyatı nə ilə bitəcək? Meyoz bölünmə ilə. Çünki meyoz bölünmə nəticəsində 4 ədəd qamçısız qamet əmələ gələcəkdir. Və bununla da onun həyatı bitmiş olacaq. Deməli, mayalanma ilə başlayır, meyozla da bitir. 22. Hansı bitkilərdə çiçək hissələri tam deyil? Bu da maraqlı suallardandır. Qarğıdalı bilirik ki, sadə çiçək yanlığı var. Deməli ki, tam olmayacaq da. Çünki orada kasa yarpağı, ləçəklər yoxdur. Yəni, çiçəyin hissələri deyəndə çiçəyin saplağı, çiçəyin yatağı, erkəkçi, dişici kasa yarpaqları hamısı götürülməlidir. Biri götürdük. Günəbaxanı götürən kasa 0 olduğuna görə. Kələmlə gilas tamdır. Bir də sarımsaq dedilər verilib. Ya soğan mı dedilər, sarımsaq mı dedilər. Bu da yenə birləpələrə aiddir. Deməli ki, tam olmayacaq. Cavab D variantı. 23. Ribosoma aid verilən ifadələrdən hansı yanlışdır? Ribosom membransız quruluşa malikdirmi? Bəli. Mitoxondri və plastidlərin daxilində də rast gəlinirmi? Bəli. Ribosom mitoxondridə də var, plastiddə də vardır. Yalnız nüvəcikdə sintez olunur. Bax, bu yanlışdır. Çünki nüvəciklə bərabər mitoxondri və xloroplastda da sintezi var. Bütün aləmlərin nümayəndələrində rast gəlinir. Doğrudur. Böyük və kiçik olmaqla 2 hissədən ibarətdir. Bu da doğrudur. 24. Aşağıdakılardan hansı dişi çay xərçənginin yalnız baş-döş hissəsində yerləşir? Buna da diqqət edirik. Qan damar sistemi bütün bədən boyu var. Onu götürə bilməzsiniz. İfrazat sistemi bunu götürəcəksə, çünki başda yerləşir də, yaşıl vəzilərdir. Həzm sistemi yenə bütün bədən boyu gedir, götürə bilməzsiniz. Qarın sinir zənciri bütün bədən boyu gedir, götürə bilməzsiniz. Tənəffüs və cinsiyyət sistemi baş-döşün döş hissəsindədir. Deməli, hər ikisini götürəcəksiniz, qarın hissədə yoxdur. O zaman B variantı doğrudur. 2, 5 və 6 olaraqdan. 25. Verilmiş xüsusiyyətlərə əsasən uyğun cavabları seçin. Bədən rəngini dəyişə bilir. Bu kimdir? Bu qələmundur da. İndi burada yazmışam deyən rahat seçirik. 4 kameralı ürəyə malikdir. Timsah verilib. Çənədə dişlər yoxdur, tısbağadadır. Ətrafları yoxdur, ilandadır. Müəllimlər deyir ki, iddia edirlər ki, yəni belə rahatlıqla verilməyib də. İndi deyir, siz yazanda biz o öz başa düşdüyümüzü rahat şəkildə sizə çatdırdığımız üçün daha sadə görünür izləyənlərə, elə görünəcək, amma deyir, oradakı elə deyildi. Yəni, dediklərini deyirəm. 26. Aşağıdakılardan hansı ada amöbə aid deyil? Cinsi yolla çoxalma olub cavab. Cinsi yolla ada amöb çoxalmır, onu bilirik. Yalançı ayaqları var, 2-yə bölünməklə çoxalır. Qidalanma fagositoz doğrudur, yığılıb açılan vakualı var, bu da doğru bir fikirdir. 27.
İfadələrdən hansı meningit törədicisinin heç birinə aid deyil? Meningitin 3 törədicisi vardır. Virus da ola bilər, bakteriya da ola bilər, bir hüceyrəli canlı da ola bilər. Deməli, hər üçünü nəzərə alaraq biz bu testimizi cavablamalı idik. Zolal sintezini həyata keçirirmi? Bəli. Məsələn, bakteriya da zolal sintezini həyata keçirdir, bir hüceyrəlilər də. Hüceyrə divarına malikdirmi? Əgər mən buna bakteriya kimi baxarsam, deyərəm doğrudur. Amma heç birində ixtisaslaşmış hüceyrə yoxdur. Yəni, üçündə də yoxdur. 4 növ nukleotidə sahibdir, belə bir variantda olub deyirlər. Bu viruslardır. Glikokalit isə malikdir. Bu da bir hüceyrələr olacaq. 28. Meyozun birinci metafazasında aşağıdakılardan hansı baş verir? Xromosom sayı 2 dəfə artır. Birinci metafazada. Xromosom sayı artmır axı. Yanlışdır. Anafazada. Hətta burada indi meyozun birincisindən söhbət gedir. Heç orada anafazada belə artım yoxdur. Amma yenə də yəni elə keyin şəklində davam edir. Çünki 2 xromatidli xromosomlar qütbləri çəkilir. Yəni zaten bu anafaza demir ki. B. Hüceyrə mərkəzinin sentriolları 2 qütbə çəkilərək bölmə vətəni formalaşdırır. Profazaya aiddir variant. Homoloji xromosomlar cütləri hüceyrənin ekvator sahəsində qarşı-qarşıya yerləşirlər. Bəli, bu şəkildə elə tam metafaza budur. Çünki meyozun ikinci metafazası və mitozda isə yan-yana düzülmə var. Onu diqqətə almalıyıq. D. Xromosomlar bir-birlərindən ayrılaraq, ayrılma yoxdur da, elə bir ki, 2 dəfə eyni variant təkrar etmişəm kimi gəldi. Krasingoverdə yenə profazaya aid bir xüsusiyyətdir. 29. Bu da maraqlıdır. DNT sintezi üçün mühitdə, amma sualda nəsə bir əksikliyi var, çünki tam sual belə olmamalıdır. Biraz bir şeylər əksikdir deyə düşünürəm. DNT sintezi üçün mühitdə 600 adenin, 350 timin vardır. 350 timin varsa, 600 yox, istəyir 1000 dənə adenin olsun. Bu, komplementarlıq prinsipinə əsasən qarşısına adenin yığmalıdır axı, düzdürmü? 350 timin varsa, deməli 350 də adenin yığılacaq da. Bundan çox yığıla bilməz ki. 600 yığılsa, bəs qarşı zəncirdə timinlər nələr yığaq? 500 guanin, 450 sitozin var. 450 sitozin varsa, deməli qarşı zəncirdə guaninlərin sayı da nə olacaq? 450. 350, 250, burada oldu 700, 450, 450, 900. Hamısını topladığımız zaman isə deməli 700, 900, 1600 cavabını alırıq D variantı. 30. 2 fərqli genotip göstərilmişdir və bu çarpazlaşma zamanı əmələ gələn triheterozigot, yəni hər üç əlamətə görə heterozigot olan fərdlər ümumi nəslin neçə faizini təşkil edir deyə bir sualdır. Burada hər çarpazlaşmanı ayrı-ayrı aparmıram. Deməli ki, belə olub da, hər birində 2də 1 olub. Çünki bunların hamısında özünə oxşamışlar yaranacaq hamısında. Və bu özünə oxşamışlar da 2də 1-dir hamısında. Yəni, qısacası 3 dənə 2də 1-i bir-birlərinə vuracaqdınız. Bu da edəcəkdir 8də 1, yəni 12,5%. B variantı. 31. Qırmızı oxla göstərilmiş hüceyrə haqqında aşağıdakılardan hansı yanlışdır? Bizimkilər demək olar ki, bildiyim qədərilə əksəriyyət bunu düz yazıb. Çünki bizim buna ayrıca bir video izahımız var. Dəfələrlə biz bu dərslərdə buna çox toxunuruq. Bu probiontdur. İlk deməli yaranmış bir hüceyrəli canlı. Bunun nüvəsi yox idi əslində. Amma burada bax nüvə yazılmışdı kitabda. Yəni bax bu nüvədir. Bəs bu nədir? Bu nüvədir. Bu mitoxondridir, bu xloroplastdır. İndi burada deyir ki, yanlışdır. İşarə olunan hüceyrə ilə bağlı. Yəni bu ilkin evkaryot heyvan hüceyrəsidir. Və təbii ki, bunda nüvə yoxdur yazıb, bu yanlışdır. Çünki qamçısı var. Sonra spiroxetə oxşar bakteriya var burada. Udulma da spiroxetə oxşar bakteriyanı udub axı. Həm o DNT-si olan ilkin heterotrof hüceyrə həm spiroxetə oxşarı udub, həm də oksidləşdiricini udub ki, ilkin evkaryot heyvan hüceyrəsinə başlanğıc verib. İrsi məlumatın daşıyıcısına malikdir, yəni DNT-si var, doğrudur. Membranlı orqanoidləri var, mitoxondrisi var, doğrudur. Həm burada bir də, yəni var da, yəni qısacası nüvəsi yoxdur, yanlış olub. Hansı analoji orqandır? Analoji orqan nə deməkdir? Yəni, mənşələri fərqli olsun, amma yerinə yetirdikləri funksiya eyni olsun. İnsanın ön ətrafı, quşun qanadı. Bunlar mənşəcə eynidirlər. Bizə mənşələri fərqli lazımdır. Qarpızın bığcığı, bu gövdə mənşəlidir. Noxudun bığcığı, bu yarpaq mənşəlidir. Ona görə bu doğru olacaq. Digərləri isə homoloji orqanlardır.
Sonra belə bir sxem verildiyini qeyd etdilər. Bu da rahat bir test tapşırığı idi, amma belə bir sxemlə verildiyini mənimkilər dedi. Deyir, sxemdə göstərilən fərddə meyoz nəticəsində X və Y xromosomları daşıyan qametlər əmələ gəlir. Onurğalıların neçə sinifin dişi fərdi bu formada qamet hazırlaya bilər. Deməli, biz bilirik ki, ümumiyyətlə heteroqamet canlılar hansıdır? Kəpənək, o onurğalı deyil. Suda qurda yaşayanlar homoqametdir. Sürünənlər idi, bir də quşlar idi. Yəni, yalnız ikisi olacaq, düzdür? Yəni, bu tipdə qamet, X, Y, dişi fərdin hazırlanması yalnız sürünənə, bir də quşa aid ola bilər. 2 dənə sinif. Karyotip deyir, Down sindromunun karyotipi verilib. Dedilər, eyni bu şəkildən istifadə olunmuşdur. Karyotipi şəkildə verilmiş fərdin əmələ gəlməsində iştirak edən qametlərdən biri digərindən neçə vahid çoxdur. Yəni, Down sindromu cinsiyyətə bağlı deyil, autosoma bağlı bir trisomiyadır. Və burada da qametlər necə olub? Bir valideyndə 23 olub, digər valideyndə də 24 olub ki, normada 23-23 olmalıdır. Amma birində ayrılmama nəticəsində 21-ci xromosomda 2 dənə 21-ci deməli cüt olub da, 21-də cüt xromosomlar gəlib. Qısacası bir vahid çoxdur. Yəni bir vahid çox olacaq. Sonra Belfler Kitayka şəklinin bu şəkildə olduğu qeyd olundu. Alma sortunun alınmasına istifadə olmuş valideyn formalar. Bu sarı Belflerdə demişdik, bu şirin dada malikdir, sarıdır. Belfler anadır, sarı Belfler. Cənub sortu da anadır. Y isə Kitaykadır, bu da sortdur, Sibir sortudur. Soyuğa davamlıydı, amma meyvələri cır falan idi. Zaten bunlar hər ikisi sortdur. Bu alma ilə armudun seleksiyada mentor metodunda bircə dənə orada Usuriya armudu növdür. Qalan hər bir şey, yəni digər nələrdən istifadə olunubsa, hamısı sortdur və növ daxili çarpazlaşma ilə alınıb. Qısacası Y-ə aid olan xüsusiyyətləri seçirik. Deyir, şirin dada malikdir, xeyr. Sibir sortudur, bəli. Ata bitkidir, bəli. Cənub sortudur, meyvələri iri ölçüdədir, xeyr. 2-3. İndi variantlar tam birə-bir bu şəkildə olmamış da ola bilər, amma məntiq bu olub. 36. Bitki mənşəli qida məhsulu bişirildikdən sonra tərkibində B qrup vitaminlərin 20 qramı saxlanılmışdır. Deməli ki, 20 qram saxlanılıbsa, bu 20 qram 80%dir. Çünki bitki mənşələr 20% itir, 80% qalır da, düzdür. Deməli, bu 20 qram 80%dirsə, siz burada nə edəcəkdiniz? 100%-i tapacaqdınız. Yəni, 100-ü 20-yə vurub 80-ə bölüb 25 cavabını alacaqdınız. 37. Aşağıdakılardan hansı günəş şüalarının yer kürəsinin səthinə normal çatmamasının səbəbi deyil? Deməli, şərt belə olub. Cavabda günəş panellərindən istifadəsi olub. Digərlərini də özümüzdən uyğunlaşdırdıq. Yəni, A, B, C, D birə-bir eyni deyil. Amma cavab günəş panellərindən istifadə olduğuna görə digərlərinə də ona uyğun antropogen amillər olaraq sadaladıq. Uyğunluğu müəyyən edin. Deməli, uşaqlı borusu Y ilə işarə edilmişdir. Yumurtalıq X ilə işarə edilmişdir. Uşaqlıq da Z ilə işarə edilmişdir və uyğunluğu müəyyənləşdirməliyik. Deyir, X cinsi yetişkənlik dövründə progesteron hormonu hazırlayır. Bəli, yumurtalıqdır, progesteron hormonu hazırlayır. Deməli, onda bunu biri yazın. Heç cavabları necə yazdığımı unutdum. Belə yazmışam, bəli, yox. Heç uyğunluğu müəyyənləşdirməmişim. Burada biraz fərqli yazmışım, elə onu xatırladım. 1, 2, 5 yazmışam və uyğunlaşdırmalıydıq da. Yəni, X-a 1 aiddir. Y yumurta hüceyrənin tam formalaşır. Yumurta hüceyrənin tam yetişdiyi yer Y-dir. Bu da düzdür. Çünki yumurta hüceyrə yumurtalıqda əmələ gəldikdən sonra uşaqlı borusunda tam formalaşır. Bətin daxili inkişafın mərhələləri başlayır. Burada dəyişiklik edəcəkdim, çatdırmamışam. Bətin daxili inkişafın mərhələləri başlayır Z-də. Bu düz deyil. Burada nəsə başqa bir şey götürməli idik. Burada hansısa mərhələsini deyəsən yazmışdır. Rüşeyn mərhələsi mi, nəsə belə bir şey. Çünki bu da doğru deyildi. Rüşeyn və döl dövrü başlayır. Z-lə işarə olunub uşaqlıqda. Bu da ola bilməz də. Rüşeyn axı uşaqlıq dövründə başlayır. Rüşeyn və döl dövrü başlayır. Rüşeyn və döl dövrü başlayır. Yox, biz bunu Rüşeynin özü əmələ gəlir burada. Amma Rüşeynin dövrü də, döl dövrü də burada başlayır. Bu sualda biraz problemli qurmuşuq. Deməli ki, 4 onda burada bizim verdiyimiz əsasən 4 də doğrudur. Çünki Rüşeynin özü uşaqlı borusunda formalaşsa da,
deməli, implantasiyadan sonra rüşeyimin dövrünün özü də, döl dövrü özü də Z-lə işarə etdiyim, deməli, 4-ü bura uyğunlaşdırmalıyam, mənim yazdığıma əsasən. Onda 3 belə imiş ki, rüşeyim formalaşır Z-də. Çünki elə bir şey demişlər, xatırlayıram. Əgər elədirsə, o yanlış olub. Y ziqot çox hüceyrəli rüşeyimə çevrilir, uşaqlı borsuna, bu da doğrudur. Deməli, Y-ə 2-5 gedəcək. Yəni, dediyim kimi, orada necə istifadə olunub deyə bilmərəm, amma bizim bu qurduğumuz məntiq təxminən bu şəkildə olub. 2-5 Y-ə getdi, çünki yumurta hüceyrənin tam formalaşması uşaqlı borsundadır. Ziqotun çox hüceyrəli rüşeyimə bölünməsi, bu da uşaqlı borsundadır. 1-ə yazdıq, cinsi eşkənlik dövründə progesteron hormonu dedilər, bu 1-ə 1-dir, eyni şəkildə olub. Yumurta hüceyrə tam formalaşır, har oldu, Y onu getdik. Burada biz yazdıqların bir tək 3 yanlış oldu. Bətin daxili inkişafın mərhələləri başlayır. Yəni, bütün mərhələləri burada başlayır desən, bütün mərhələləri o yanlış olacaq. Çünki başlanğıc dövr uşaqlı borsunda başlayır. Yaxşı, burada biraz diqqətə almamışıq nələrsə. 39. Şəkildə X və Y ilə işarələnmiş canlılar onurğaların müxtəlif siniflərini təmsil edir. X və Y canlıları haqqında verilmiş fikirlərdən yanlışı müəyyən edin. Yəni, Y sabit bədən temperaturuna malikdir. Yəni, bu quş ola bilər və yaxud da ki, məməli ola bilər. Bu da sabit deyil, onurğalara aiddir. Orada onurğalar sözü də işlənilib. X canlısı 4 kameralı ürəyə malik ola bilər. Ola bilərmi? Bəli, mən buna timsah kimi baxarsam, olar. X canlısında bədən temperaturu mühit temperaturundan asılıdır. Zaten asılıdır. Çünki soyuqqanlıdırlar. Y canlısı 3 kameralı ürəyə malik olar. Bu yanlışdır və dedilər ki, cavab birə-bir belə olub. Yəni, yanlış cavab birə-bir belə olub ki, Y canlısı 3 kameralı ürəyə malikdir. Bu yanlış olub. 40-a baxaq, burada da biz ağciyər venası, əslində qızımız demişdi ki, arteriya yazılmalıdır. Burada arteriya yazılmalıdır. Aşağı boş venada qanın sürəti, təzyiqi və növünü ağciyər arteriyası ilə müqayisə edin. Deməli, ağciyər arteriyasında bilirik ki, venoz qan var, aşağı boş venada da venoz qan var. Amma biri arteriya damarıdır, biri vena damarıdır. Vena damarında sürət də aşağıdır, təzyiq də aşağıdır. Qanın növü isə hər ikisində venozdur. Əgər belə olubsa, hər ikisində venozdur. Yəni, eynidir də, hər ikisində eyni olub. Çünki bu arteriya damarı olmasına baxmayaraq, biz damarı adlandırdığımız zaman onun tərkibində hansı qanın axması ilə bağlı adlandırmırıq. Ürəkdən qanı çıxarırsa damar arteriya damarıdır, ürəyə qanı gətirirsə damar vena damarıdır. Burada da ürəkdən qanı çıxarır, arteriya damarıdır, tərkibində venoz qan ola bilər. Yəni, mütləq damara bağlı bir xüsusiyyət deyil. Qısacası hər ikisində venoz qandır, vena damarında sürət də aşağıdır, təzyiq də aşağıdır. 41. Belə bir şəkil göstərilmişdir. Ürək döyüntülərinin sayının dəyişilməsi qrafikidir və deyirlər ki, burada rəqəmlər olub da, ürək döyüntülərini göstərən. İndi mən onu yazmamışam, amma yazmasaq belə, o bu təpələrə görə hündür olanlarda demək ürək döyüntülərinin sayı daha çoxdur. Və aşağıya doğru getdikcə də ürək döyüntüləri azalıb. Yəni D-də daha çoxdur, sonra A-da, sonra C-də, sonra isə Y-də də ən azdır döyüntü sayı və biz də bilirik ki, o döyüntü sayı ürək siklinin müddəti ilə tərs mütənasibdir. Yəni, mənim ürəyim tez-tez döyünürsə, deməli, siklimin müddəti azalmışdır, düzdürmü? O zaman D-də siklin müddəti ən az qoyulsun, misal deyək 0,4 saniyə, A-ya nə bilim düzək 0,5 saniyə deyək, C-də digərlərindən döyüntü sayı az olduğuna görə, deməli, siklin müddəti biraz çoxdur, misal 0,7 deyə bilərik. Y-yə də 0,8 saniyə deyə bilərik. O zaman nə olacaq? D kiçikdir, A kiçikdir, C kiçikdir, Y sıralaması ilə düzüləcək. 42. Doğru fikirləri müəyyən edin. Xoş xassəli şişlər tez böyüyür, metastaz verir. Bu yanlışdır, çünki bəd xassəli şişə aiddir. 2. Bəd xassəli şişlər qan və limfa vasitəsi ilə digər orqanlara yayıla bilər. Kitabın birə-bir cümləsidir. Dedilər, belə bir variant da olub, sağlam hüceyrə ilə gen tərkibi eynidir, bu fikir də doğru deyil. 4. Bədxassəli şişlər sürətlə böyüyür və metastaz verir, bu da doğrudur, yəni D variantı doğrudur. 43. Zümrüd bağda babasına kömək edirdi, babası calaqaltı bitkinin gövdəsində yarıq açaraq, zaten sual bizə yarma calağı olduğunu bəlli etdi. Başqa bitkidən götürülmüş qələmi həmin yarığa yerləşdirildi. Tətbiq olunan calaq üsulunu müəyyən edin. Bu da yarma calağı olub cavab.
Bu sual üstündə bəlkə bir saat işləmişik. Çünki biri dedi, nə bilim, bu tam belə deyil, fərqlidir, orada sxem qarışıq idi. Qısacası toparlaya bildiyim qədərilə, sonra hemoqlobin verilmişdi dedilər. Toparlaya bildiyim qədərilə bu şəkildə toparladım ki, ağciyərdən, deməli, sözsüz ki, eritrositlər ağciyərdən çıxırsa özünə oksigen birləşdirmişdir. Burada oksigen birləşdirilmiş, burada karbon birləşdirilmiş kimi göstərmişəm. Daha sonra, deməli, qaraciyərə daxil olub, qaraciyərdən də çıxandan sonra yenidən təkrar ağciyərə daxil olmuşdur. O zaman X-a oksigen deyək, Y variantını vermişəm. Y, bura daxil olanlar eritrositlərdir, amma müəllimlər hemoqlobin olduğunu qeyd etdilər. Z-də karbon qazı olacaq da, çünki artıq burada eritrositdə karbon qazı var və karbon qazı eritrositə deyəndə ki, əslində o plazma ilə daşınır, yəni qanın plazması hissəsindən daşınır, çox az bir hissəsi eritrositlə birləşmə əmələ gətirə bilər. Yəni karbon qazı da yenidən ağciyərə daxil olur. Amma bəzi müəllimlər burada qidalı maddə variantı olduğunu dedilər. İndi nə qədər o doğrudur, onu artıq deyə bilmərəm. 45. Aşağıda iki fərqli qrafik verilmişdir. Qrafiklərə əsasən doğru fikri seçin. Oksihemoqlobin, deməli, birinci qrafikdə oksihemoqlobinin miqdarı çoxdur. Oksihemoqlobin nədir? Hemoqlobin özünə oksigen birləşdirib də. İkincidə azalmada, deməli, bu toxumalarda mübadilə gedir. Üçüncüdə də ki, sabit şəkildədir. İkinci qrafikdə də əksinə, birdə sabitdir. Deməli, ikidə ağciyərdədir ki, oksihemoqlobin miqdarı artıb, üçdə isə yenə sabit şəkildədir. Doğru fikri axtarırıq. Deyir, 2 nömrəli qrafikin birinci hissəsində hemoqlobinin oksigenlə maksimum doymuş vəziyyətdə olur. İkinci qrafikin birinci hissəsində necə doyub bu? Oksigeni azdır axı, necə doydu? B. 1 nömrəli qrafikin ikinci hissəsində hemoqlobin oksigeni ayırdıqdan hemoqlobinin oksigenlə doyma səviyyəsi artır. 1-in ikinci qrafikində hemoqlobin oksigeni ayırdığında mənə belə edirlər ki, beləymiş. Hemoqlobinin oksigenlə doyması, axı oksigeni verib, yəni bu da doğru olmayacaqdır. C. 1 nömrəli qrafik, birinci hissəsi ağciyər venası, birinci hissəsi, 1 nömrəli qrafikin birinci hissəsi. Dəyişilmədən, vena və arteriya damarlarında, iri damarlarda dəyişilmir də, zaten kapillyarlarda mübadilə gedir. Ola bilər də, bu nə dedi? Ağciyər venasıdır, çünki ağciyər venasında arterial qan vardır, oksigenlə zəngin olan qan. İkinci hissə toxuma kapillyarlarıdır, yəni mübadilə gedib. Üçüncü hissə də nə deyir? Aşağı boş venadır. Olsun, yuxarı boş vena olsun, aşağı boş vena olsun, fərqi yoxdur. Mübadilə getdikdən sonra yuxarı ətraflardan, başdan boyundan gəlirsə yuxarı boş vena ilə, aşağı orqanlardan gəlirsə aşağı boş vena ilə ürəyə qayıdacaq. Yəni orada da yuxarı və aşağı boş venada da sabit olaraq göstərilir. Ona görə C variantı doğru cavabdır. 46. Analizatorun hansı hissəsi zədələnərsə görmə pozular. Baxın, billur analizatorun hissəsi deyil zaten. Billur analizatorun hissəsi deyil. Bu görmə orqanımızın hissəsidir. Analizator hardan başlayır? Torlu qışadan, reseptor sahədən, görmə siniri və ənsə. Ona görə ənsə payının zədələnməsi və görmə sinirinin zədələnməsi olaraq C variantımız doğrudur. 47. Bütün fermentlər üçün ortaq xüsusiyyət üzüm maddələrə təsir etməsi. Çünki bütün fermentlər eyni boşluqda yaranır, doğru deyil. Eyni mühitə təsir göstərən, ağızda təsir göstərənlər var, mədədə təsir göstərənlər var. Eyni birləşmələrə təsir edir, xeyr. Yəni zulalı da, yağı da, karbohidrat da parçalaya bilər. Eyni məhsulu əmələ gətirir, xeyr. Hər üzüm maddə parçalandıqda onların yarandığı məhsullar da fərqlidir. 48. Yəni açığı bu sualı demək olar ki, bu sualda da tamamilə özümüzdən uydurduq. Çünki belə bir sual olub, X, Y epitellərinə uyğun olanları müəyyən edin. Qalınlaşmış çox qatlı epitel, nazik bir qatlı epiteli. Amma mənə nə qaranlıq qaldı? Əgər sual tam belə imişsə, deyir, orada bitkilərə oxşar xüsusiyyətlər də var idi. Yəni, onları tam mənə deyə bilmədilər. Deməli, dərinin üst qatı, yəni bunu dəyişmişəm də, oradakı sualla məntiq məncə eyni deyil, məncə elə deyilmiş. Dərinin üst qatı çox qatlı epitelidir, deməli, biri bura yazaq. Sonra bir də qida borusunun daxili səthi çox qatlı epitelidir. Ağciyər alveolları ilə bağırsaq xovları isə bir qatlı epitelidir. Y-də nazik bir qatlı epiteli. Yəni A variantı doğru olacaq. X-a 1, 3. Tamam. Sonra 49-a baxaq. Çoxalması konjugasiya yolu ilə gedən yosunun iki zigotunun bölməsi nəticəsində əmələ gələn fərdlərin məhv olan hüceyrələrə nisbəti. Bu da mənə iki formada çatdırılır. Biri belə deyir, deyir çoxalması eynən bu şəkildə olub. Əgər bu şəkildə olubsa, iki zigotun əmələ gəlməsi zamanı
2 dənə fərd əmələ gəlir də. Çünki hər ziqotdan 4 dənə spor əmələ gəlir, yəni 4 hüceyrə. Bunun 3-ü məhv olur, biri isə yetkin fərdə başlanğıc verir. Əgər elədirsə, 2 dənə fərd əmələ gələndə məhv olanlarda 6 olacaq, 3-ün 1-i olacaq. Yox, bəziləri deyir ki, belə olub sual. Deyir ki, ziqotdan əmələ gələn hüceyrələrin səhv etmirəmsə məhv olanlara nisbəti, yəni 4-ün 3-ə. Yəni cavab 4-ün 3-ü olub. Əgər o sual haqqında məlumatınız varsa, dediyim kimi qeyd edə bilərsiniz. 50. Prokaryotlara aid olan xüsusiyyətləri seçin. Burada da cavab DNT stoplazmada sərbəst halda yerləşir cavabı olub. 2 membranlı orqanoida malikdir prokaryot bakteriyalar üçün yanlışdır. Nüvəsində transkripsiya nüvəsi zaten yoxdur. Endoplazmatik şəbəkədə yoxudur. Mitoz yolla bölünür. Bu da yanlışdır. Məndən bu qədər. Dediyim kimi iştirak edənlər hansı variantın özü də mənim qızlarım birə-bir variantlar, cavablar yadda qalanlar da var idi. Yəni maksimum onlara yenə təşəkkür edirəm. Kömək etdilər, bunu yığdıq, ərsəyə gətirdik. Sizlər də baxıb yararlana bilərsiniz. Fikirlərinizi yazın ki, harda nə fərqlilik görürsünüzsə, dediyim kimi bunu düzəldim. Səhvlərimizi düzəldək. Yəni səhvlərimiz deyil də, çünki orada imtahanda iştirak etməmişik də biz. Yəni tam birə-bir orada zaten iştirak etsək də birə-bir yadda qalması çətin olur. Yəni o düzəlişləri edək, o şəkildə paylaşaq və sizlər də yararlanmış olun.